Toplu 2019 toplama düsturları 21'den sonra. 21'i yazmıştık mı? Şimdi 23'ü yazalım. Bugün ötürü yazmışım. 23'ü hemen kilitledim. Yok, ben düz bakmamışım. Sen kilitledin ki de. 45'te hə. 21'i yazmışdım. 23 sabaha. 23 belə uşaqlar. Sinus 10 dərəcə, kosinus 80 dərəcə, kosinus 30 dərəcə, üstə gələk, kosinus 10 dərəcə, sinus 60 dərəcə, sinus 80 dərəcə. Biraz çaşdırıcı sualdır, amma diqqətlə bax. Diqqətinizi yönəltmək istəyirəm, bax, deməli, buna, bir də buna. Bunun qiyməti kök altı 3 bölü 2. Kök altı 3 bölü 2, sinus 10 dərəcə, kosinus 80 dərəcə. Eyni zamanda sinus 60'ın da qiyməti kök altı 3 bölü 2. Deməli, kök altı 3 bölü 2 qalır kosinus 10 dərəcə, sinus 80 dərəcə. İndi kök altı 3 bölü 2'nin mötərizə xaricine çıxardanda, mötərizənin içində qalır sinus 10 dərəcə, kosinus 80 dərəcə, üstə gələk kosinus 10 dərəcə, sinus 80 dərəcə. Mötərizənin içi nə düstur düşər? Deməli, mötərizənin içi kök altı 3 bölü 2, bura sinus 10 dərəcə, üstə gələk 80 dərəcə demək. Yəni, kök altı 3 bölü 2, sinus 90 dərəcə, sinus 90 dərəcə 1 eləyir, cavab kök altı 3 bölü 2. Variant var? B. 25'e baxaq. Ve 25'ten alır. 25. sual belə düşər. Tangens 7 pi bölü 36 üstə gələk. Tangens 41 pi bölü 36. Burada da 1 üstə gələk. Deməli, tangens 29 pi bölək 36, bura tangens 5 pi bölək 36. Görək, bu nədir belə? 7 pi bölək, deməli, uşaqlar, bax, bunu 7 pi 41 pini 7 pini yazıram ki, 7 pini yazıram. Tangens bu 7 pi qalsın. 7 pi qalandan olur. 7 pi bölək 36. Üstə gələk. Bunu yazıram tangens. Deməli, pi üstə gələk. 36 5 pi bölək. 5 pi bölək 36. Görün düzmü deyirəm. 41. Burada nədir? 1 üstə gələk. Tangens. Bunu yazıram. Pi çıxaq 7 pi bölək 36. Düzdür mü? Burada vuraq tangens 5 pi bölək 36 da beləcə qalır. İndi çevirmə düsturunu tətbiq etmək istəyir. Bu üçüncü rübətüşür müsbətdir. Alırıq tangens 7 pi bölək 36 üstə gələk. Tangens 5 pi bölək 36. Burada pi çıxaq olanda ikinci rübətüşür mənfidir. Düzdür mü? 1 çıxaq tangens 7 pi bölək 36, tangens 5 pi bölək 36 da belədir. Nə düstur aldı uşaqlar? Bu tangens 7 pi bölək 36 üstə gələk 5 pi bölək 36 deməkdir. Bu isə tangens 12 pi bölək 36, bu isə tangens pi bölü 3 deməkdir. Pi bölü 3'də kök altında 3'ə bərabər. Y var yazın. Yaxşı. 25'ten sonra gəlir 27. Deyir alfa, beta, gamma. Uzağın uzaqlarıdır. Alfadır, betadır, bu da gamma. Yəni alfa. Üstə gələk beta, üstə gələk gamma 180 dərəcə uşaqlar. İndi fikir ver. Yazır ki sinus alfa, kosinus beta üstə gələk.
kosinus alfa sinus beta ifadəsini sadələşdirir. Bu nədir? Bu sinus alfa üstə gələk beta. Buradan isə bilirsiniz ki, alfa üstə gələk beta bu 180 dərəcə çıxaq qamma demək. Düzdürmü? Alfa üstə gələk beta əvəzinə yazıram ki, sinus 180 dərəcə çıxaq qamma. Bu isə sinus qamma ilə uşaqlar. B bəndi. Yaxşı, 27-dən sonra gəlir 29. Z yazdım da. Yaxşı. 29. 29 belə. Uşaqlar deyir ki, kotangens alfa bərabərdir 2'də 1 və kotangens beta bərabərdir 3'də 1 olarsa, alfa və beta dərəcə ölçüsü müsbət bucaqlar olarsa, alfa üstə gələk betanı tapır. Kotangens alfa üstə gələk betanı tapar da, sonra alfa üstə gələk betanı ona görə taparıq. İki bucaqlar bunlarda ondan ne olur? Kotangens alfa, kotangens beta çıxaq 1. Burada da kotangens alfa üstə gələk kotangens beta. Düzdür? Bu da bərabərdir. 2'də 1 vuraq 3'də 1 çıxaq 1. Burada da 2'də 1 üstə gələk 3'də 1 də belə. Bu 6'da 1'dən 1 çıxanda mənfi 6'da 5 eləyir. Bu isə 6'da 5 eləyir. 6'da 5 də mənfi 1. Deməli, kotangens alfa üstə gələk beta mənfi 1'dir. Alfa ilə beta uşaqlar ikisi də 2 bucaqdır. Bunları toplayanda uzaq başı ikinci rübun bucaq olar da, yəni kör bucaq ola bilər. İkinci rübdə də alfa üstə gələk beta mənfi 1'ə bərabər olmalı. Alfa üstə gələk beta 135 dərəcədir, ya da 3'lü bölək 4'lü. Gör hansı var? A bəndi. A bəndi. Yaxşı, 31'ə keçək. 31'ə keçək. 31 belə. Sadələşdir. Uşaqlar verir ki, kosinus alfa çıxaq beta. Burada da tangens alfa, tangens beta çıxaq 1. Sonra üstə gələk. Bir üstə gələk tangens alfa, tangens beta. Bura kosinus alfa üstə gələk beta. Onu sadələşdirir. Fikirləşək görək neyə edərik. Bu sinus alfa, sinus beta çıxaq kosinus alfa, kosinus beta. Neyse bir şey olmayacaq. Hələ buna dəymirəm. Yazıram kosinus alfa çıxaq beta. Bunu da belə eləyirəm. Sinus alfa, kosinus beta, kosinus alfa bölək sinus beta, kosinus beta çıxaq 1. Eləcə də bunu eləyir. Bir üstə gələk sinus alfa, sinus beta, kosinus alfa, kosinus beta. Bu da kosinus alfa üstə gələk beta da böyle. Bərabər. Bunu ortaq mənfizi gətirəm. Kosinus alfa çıxaq beta burada qalır uşaqlar. Belə bir şey alın. Kosinus alfa, kosinus beta. Burada da sinus alfa. Bu lafı həyasızlaşdıram. Sinus alfa, sinus beta çıxaq kosinus alfa, kosinus beta. Üstə gələk. Burada nə alınır? Kosinus alfa, kosinus beta. Burada kosinus alfa, kosinus beta. Üstə gələk sinus alfa, sinus beta. Burada da bura kosinus alfa çıxaq beta. Bərabərdir. Uşaqlar, sürətə baxsanız görərsiniz ki, bunun yerini dəyişir. Mənfini qabağa çıxardanda kosinus alfa üstə gələk beta alınır. Deməli, onda burada mənfisindən mənfi. Bu qalır kosinus alfa çıxaq betadır. Burada da kosinus alfa üstə gələk beta alınır. Burada da kosinus alfa, kosinus beta. Üstə gələk. Bu kosinus alfa çıxaq önəm mən. İkisi də çıxaq idi bunun. Yoxsa hə, üstə gələk. Görəm, nəyəsə düz yazmamışım. Bu kosinus alfa çıxaq beta da bu sürət. Bu da kosinus alfa üstə gələk beta. Burada da kosinus alfa, kosinus beta. Bu ikisi də bir-birindən silah gedir, cavab 0. Yaxşı, yoxlayın birimiz cavabı. Keçirik hansına 33'ə. Görək 33'də nə var? 33'də uşaqlar
Demək olar ki, 29-dan eynidir, yazaq. 33 belə. Tangens alfa bərabərdir 2. Tangens beta bərabərdir 3. Olarsa alfa üstə gələk betanın dərəcə olsun. Hər ikisi müsbət itimizə olarsa. İndi fikir verin. Bu dəfə də tangens alfa üstə gələk beta bərabərdir. Tangens alfa üstə gələk tangens beta 1 çıxar tangens alfa tangens beta yazır. Onda burada 2 üstə gələk 3, burada da 1 çıxar, 2 3-ə vuranda 6 edir. Deməli 5 bölək -5, -1, alfa üstə gələk beta ya 135 dərəcədir, ya da 3 pi bölək 4. Və yaxından eynidir. 35-ə baxaq. 35-dən nə var, nə yox? Otuz beş də belə düşür. Sinus alfa vuraq. Kosinus beta üstə gələk sinus beta bərabərdir. Kosinus alfa, kosinus beta çıxar sinus beta. Olarsa tangens alfa üstə gələk betanı deyir hesablayıb. Aydın məsələ ki, alfa üstə gələk beta, pi bölək 2 üstə gələk pi qadan fərqli olmalıdır ki, tangensin mənası olsun. Heç nə vurub açıq. Vurub açanda sinus alfa kosinus beta üstə gələk sinus alfa sinus beta edir. Bu da kosinus alfa kosinus beta çıxar kosinus alfa sinus beta. Bax, bunu bu yüzü adladacaq. Bunu da ki, sağa adladacaq. Fikir verin, görək anlar. Burada alınır sinus alfa kosinus beta üstə gələk kosinus alfa sinus beta. Burada isə bu var, kosinus alfa kosinus beta çıxar sinus alfa sinus beta. Sol tərəfdəki də toplama düstur uşaqlar, sağ tərəfdəki də. Bu sinus alfa üstə gələk beta deməkdir. Bu da kosinus alfa üstə gələk beta demək. Bunu da bura böləndə alır ki, sinus alfa üstə gələk beta bölək kosinus alfa üstə gələk beta bərabər 1 alır. Bu isə elə tangens alfa üstə gələk beta demək ki, cavab 1-dir. 35 də belə getdi. Baxaq görək indi nə qaldı uşaqlar. 37-dir, uyğunluqdur. Yəni ki, bu sonuncu olacaq. Yox, ətraflı yazılar da olacaq. 37. 37 də belə. Birincisində yazılır sinus 63 dərəcə, kosinus 27 dərəcə. Üstə gələk kosinus 63 dərəcə, sinus 27 dərəcə. Bu bildiyiniz kimi sinus 63 dərəcə üstə gələk 27 dərəcə, bu sinus 90 dərəcə, bu da 1 ilə. Keçirəm ikinciyə. İkincisi kosinus 32 dərəcə, kosinus 28 dərəcə, çıxar sinus 32 dərəcə, sinus 28 dərəcə. Bu isə bildiyiniz kimi kosinus 32 dərəcə üstə gələk 28 dərəcə deməkdir. Bu da kosinus 60 dərəcə, bu da 2-də 1 ilə. Üçüncüyə baxaq. Üçüncü də belə uşaqlar. Yazır ki, tangens 27 dərəcə üstə gələk tangens 18 dərəcə, tangens 27 dərəcə, tangens 18 dərəcə çıxaq deyil. Bax, bunu yerin dəyişib mənfini qabağa çıxardıram. Alınır tangens 27 dərəcə üstə gələk tangens 18 dərəcə. Burada da 1 çıxar tangens 27 dərəcə, tangens 18 dərəcə. Bax, bu gördüyümüz düstur uşaqlar. Mənfi tangens 27 dərəcə üstə gələk 18 dərəcə edir. Bu da mənfi tangens 45 dərəcədir. Bu isə mənfi 1 elədir. İndi deyin görün 1, 2, 3. 1 nə? C, 2D, 3Y. Yaxşı, keçirik açıq suallara. Görək açıqda nə var? Otuz dokkuza baxın görün.
mən o fikirləşdiyim bu. Tangens alfa üstə gələk tangens beta bərabər 7 olarsa və tangens alfa üstə gələk beta bərabər -11-də 7 olarsa, tangens alfanın kiçik qiymətini tapılır. Baxaq görək nədən söhbət gedir. Bu tangens alfa üstə gələk beta, bu bərabərdir. Tangens alfa üstə gələk tangens beta, 1 çıxart tangens alfa tangens beta alır. Bu bərabərdir -11-də 7. Düzdür. Bu da 7'dir. 7 yazıram tangens alfa üstə gələk beta yerine. 7, 1 çıxart tangens alfa tangens beta bərabərdir -11'də 7. Orada nə olur? 7'lər gedir. 1 çıxart tangens alfa tangens beta bərabərdir -11'dir. Onda tangens alfa tangens beta bərabər olur neçəyə? 12'yə. Bu kiçik qiymət deyil, nə deyil, bu başa düşəndir. Bu nə danışır? Qoy bir də diqqətlə oxuyaq. Deyir ki, olarsa tangens alfanın kiçik qiymətini tapın. Buradan tangens beta bərabər. Heç nə əvəz edək də başqa variantımız yoxdur. Hə, mən dedim bəlkə biraz daha qısa olmaydı. Təhlil eləmək lazım olacaq. Bu da belə. Bunu əvəz edirəm. Tangens beta bərabərdir 7 çıxart tangens alfa. Onu da burada gətirib yerinə yazdım. Tangens alfa bura tangens beta yerinə 7 çıxart tangens alfa bərabər 12. Onda 7 tangens alfa çıxart tangens kvadrat bərabər 12-dir. Tangens kvadrat alfa çıxart 7 tangens alfa üstə gəlir 12 bərabər 0. Bu tangens alfanı t ilə işarə eləsək, Viet teoremi alınır. Viet'ə görə tangens alfa bərabərdir 3, tangens alfa bərabər 4 alır. Bizə də kiçik qiyməti 3-dür. 41'ə baxaq. Görək 41'də nə deyir? 41'də belə uşaqlar. Uzağın uzaqları alfa və beta üçün. Deməli, alfadır, betadır. Yazdım ki, tangens alfa bərabərdir 5'də 2 və kotangens beta bərabərdir -7'də 3 olarsa, üçüncü buzağın dərəcə olsun. Bakın, üçüncüyə də qamma deyək, uşaqlar. Qamma. Aydın məsələ ki, alfa üstə gələk, beta üstə gələk, qamma 180 dərəcədir. Buradan onu deyim ki, tangens betanı biz -3'də 7 kimi yaza bilərik. Onda tangens alfa üstə gələk, betanı tapılan. Bu bərabərdir. Tangens alfa üstə gələk tangens beta 1 çıxart tangens alfa tangens beta. Bu da bərabərdir. Deməli, tangens alfa üstə gələk tangens beta. Yəni 5'də 2 çıxart 3'də 7. Burada da 1 çıxart 5'də 2 vuraq -3'də 7. Bu da bərabərdir uşaqlar. 5 ilə 3 15'dir. 15'də deməli 6 çıxart 35. Burada da 1 üstə gələk 15'də 2, 7 evranda 14 miydi? Onda alırıq ki 15'də -29, burada da 15'də müsbət 29. Düzdürmü? Bu da eləyir -1. İndi bizə 3-cü bucağın tangensini mi soruşur, yoxsa tangens alfa üstə gələk betada -1. Uşaqlar, bilirsiniz ki, burada qamma bərabərdir 180 dərəcə. Alfa üstə gələk betanın əvəzinə yaza bilərəm 180 dərəcə çıxart qamma. İndi yazıram. Tangens 180 dərəcə çıxart qamma bərabərdir -1. Deməli, tangens qamma bərabərdir müsbət 1'dir. Çünki bu mənfi tangens qammadır. Qamma da 45 dərəcə. Yaxşı, keçək o birisinə. 39'dan sonra bası gəlir. 39 idi, bu nə idi? 41 idi, 41, hə. O nömrə yazmamışsınız da, 43. Nömrə yazmamışam. Hə, oradır 41. 43'ə baxaq. 43, görək 43'də nə var, nə yox. Bu hələlik köhnə kitabdan oxudan sonuncu sual olacaq. Belə uşaqlar 43. 43'də yazır ki, tangens alfa və tangens beta ədədləri x kvadrat çıxar 3 kök altında 5x üstə gələk 2 bərabər 0 təminin kökləri olarsa 3 kotangens alfa üstə gələk betanı tapın. Yəni x1 tangens alfadır, x2 də tangens beta. Onda rəhmətli Viet'ə görə
x1 üstə gələ x2 bu 3 kök altında 5-dir. x1 vuraq x2 isə 2-dir. Düzdürmü? Biz də demişik ki, x1 ilə x2 tangents alfa, tangents beta. Deməli, onda tangents alfa üstə gələk tangents beta 3 kökdə 5-dir. Tangents alfa vuraq tangents beta da nədir? 2-dir. Tangensi buradan tapa bilərik. Tangens alfa üstə gələk beta bərabərdir. Tangens alfa üstə gələk tangens beta 1 çıxar tangens alfa tangens beta demək. Bu da bərabərdir. Bildiyiniz kimi tangens alfa üstə gələk tangens beta 3 kök altında 5'dir. 3 kökdə 5. Burada da 1 çıxar 2 demək. Onda mənfi 3 kök altında 5'dir. Kotangens isə 1 bölək tangensdir. Bizdən bunu soruşur. Deməli, bu 3 bölək tangens alfa üstə gələk beta deməkdir. Bu da 3 bölək mənfi 3 kök altında 5'dir. Bu da mənfi 1 bölək kökdə 5 və ya mənfi kök altında 5 bölək 5. Görün, doğrudur. Düzdür. Bu qədər uşaqlar cüt saydakıları yazarsınız evdə.